Xoş gördük əziz tələbələr. Mən Təbriz Salmanov. Bu gün sizlərə son AC imtahanına düşmüş sualları izah edəcəm. Bu imtahan tarixi 2025-ci il martın 9-una aiddir. Burada tək AC sualları deyil, yəni bu suallar eyni zamanda BA və AB-nin təxminən 12-13 sualını əhatə edir. Yəni sualların əksəriyyəti demək olar ki, eyni idi. Yəni 1-2 cüzi sual çıxmaq şərti ilə. Deməli, bizə ilk olaraq belə bir sual verir. Düzbucaqlı şəklində seçilmiş xanalar qrupu necə adlanır? Bildiyimiz kimi Excel-də buna diapazon deyirik. Yəni Excel-dən salınan sadə suallardan biri idi. Əgər bizə növbəti imtahanlarda soruşsa ki, Excel-dən belə bir şey soruşa bilər, sətirlə sütunun kəsişməsi necə adlanır? Buna xana, hücrə və yaxud oyuq deyə bilərik. Digər sual şəbəkələri mövzusuna aiddir. OSI bildiyimiz kimi açıq sistemlərin qarşılıqlı əlaqəsinin etalon modelidir. OSI modelinin 7 səviyyəsi var. Bizdən isə istəyir, aşağıdan yuxarıya doğru ilk 5 səviyyəsini ardıcıl düzün. Ən aşağı fiziki, ən yuxarı tətbiq olduğunu əksəriyyətiniz əzbər bilirsiniz. Ən aşağıdan başlasaq, birinci fiziki, sonra kanal, sonra şəbəkə, nəqliyyat, seans, təqdim etmə və tətbiqi səviyyə gəlir. Yəni sıra olaraq düzsək, 2, sonra 4, sonra 5, sonra 1, sonra 3. Yəni C variantı uyğun. 58-ci sual da çox asan bir sual idi. Hərbi müəssisələrin göstərən domen hansıdır? Yəni hansı hərbi müəssisələrə məxsus domendir? Mil hərbidir, edu təhsil, net şəbəkə agentlikləri və ya provayderlar, kommersiya, org qeyri-kommersiya təşkilatlarına aiddir. 59, burada cüzi bir səhv var idi. O adı dəyişib düzəltmişəm. Yəni imtahanda deyildi. Sadəcə mənim yadımda qalan hissədə cüzi var idi. Onu da üstünə yazıb düzəltmişəm. Hər hansısa bir qovluqda test.txt faylı saxlanılır. Həmin qovluqda bir alt qovluq yaradılır və bu test faylımızı yeni yaradılmış alt qovluğa daşıyırıq. Təsəvvür edin, bir qovluğun içində test faylı saxlayırıq və o qovluğun içində yeni təzə bir qovluq yaradırıq və yaradandan sonra qovluğu faylımızı həmin qovluğun içərisinə köçürürük. Bir faylımızı bura köçürəndən sonra yeni ad, yəni təzə ad artıq bu formada oldu. D-diski, info, jurnallar, kompüter, proqramlar, onun içində isə bizim test faylımız. Bir daşınmaya qədər faylın tam adı necə idi? Bax, düşünün, biz nə işləyirdik? Biz bir dənə olduğumuz qovluğun içində yeni bir alt qovluq yaratdıq və salam, faylı da atdıq bunun içinə. Yəni, faylın hal-hazırda olduğu qovluğu yaradıb atmışıq. Yəni, bir dənə sonuncu həmin qovluğu çıxsaq cavab alınır. D, info, jurnallar, kompüter, sonra faylımız. Cavab olacaq bu form. Digər bir sual. 5 kilobayt çıx 1 kilobayt və 136 bayt ifadəsinin nəticəsi nə qədər olar? 1 kilobaytın bayta çevirsək, bilirik ki 1 kilobaytımız 210, yəni 1024 baytdır. O zaman 5 kilobaytımız olacaq 5 vur 1024, 5120 çıx. Bu ifadə bitişikdir isə toplama deməkdir. Yəni 1 kilobayt və 136 bayt. Yəni 5120-dən biz 1024 çıxırıq və 136 bayt çıxırıq. Çünki bunu çevirməyə ehtiyac yoxdur. Özü baytdır. Cavab olacaq 3960. Altmış birinci sual təhlükəsizliklə bağlı bir sual edir. Bir Latin adlı şəxsə tanımadığı bir hesabdan aşağıdakı məzmunda bir mesaj daxil olur. Laçın müəllimə bir mesaj göndərirlər ki, Laçın müəllim, siz 2000 manat mükafat qazanmışsınız. Mükafatı əldə etmək üçün bu mesajı 10 dostunuza göndərməli və aşağıdakı linkə daxil olaraq bank məlumatlarınızı təqdim etməlisiniz. Deyəsən, mesajda mən göndərmişəm. Baxaq, görək Laçın müəllim bizim tələmizə düşməlidir, yoxsa yox, nə etməlidir buna qarşı? Bir bu halda aşağıdakılardan hansı doğrudur? Verilən linkə daxil olmalı, bank kartının ön və arxa şəklini həmin hesaba göndərərək mükafatın ona göndərilməsini istəməlidir. Təbii ki, tanımadığımız bir hesabdan link daxil olsa və s. Yəni, nə edəcək? Biz bu linkə heç vaxt daxil olmamalı
xüsusilə də kart məlumatlarımızı tanıdığımız adama da göndərməməliyik. O zaman düzgün cavab olaraq seçəcəyik. Verilən linkə daxil olmamalı, göndərmiş mesajı silməli və göndərən hesabda bloklamalıdır. 62-ci sual Excel düsturları ilə bağlı idi. A7 xanasının nəticəsini bizdən istəyir. A7 xanası buradır. Baxaq. Birinci gəlin, biz bu üçünü tapmalıyıq. Average. Average bildiyimiz kimi ədədi ortada. Ədədi ortanı da tapmaq üçün toplayıb sayına bölməliyik. A1-dən A5-ə qədər average istəyir. Bunların ədədi ortasını toplayırıq. Bunların hamısını 25 bölürük saylarına 5-ə. Bu düsturun cavabı bizə 5 verdi. Buna bir 5 yazırıq. Nə də yazırıq? 5. Maksimum B1-dən B5-ə. Yəni bunların içindən ən böyüyünü götürəcək. Bu da 6-dır. Sum C1-dən C5-ə. Buranı da toplayanda bizə 33 verir. İndi şərtə baxsaq, C6 nəyə bərabərdir? 33 çıx A6 vur B6. 5 vur 6. Bunu belə qoymuşlar ki, əksəriyyət çıxıb sonra vursun. Amma riyaziyyatda bildiyiniz kimi vurma və bölmə toplama çıxmadan üstün olduğu üçün, yəni birinci onları həll eləməliyik. Yəni vurma bölmə varsa birinci onlar. 5-i vururuq 6-ya 30. 33 çıx 30 yazırıq. Cavab olacaq 3. Digər bir sual. Doğru mülahizələri seçin. Gigabyte yaddaş tutumunun ölçü vahididir. Xeyr, o gigabyte idi ölçü vahidi olan. Streamer verilənləri maqnit lent üzərində saxlayan daxili yaddaş qurğusudur. Streamer daxili yox, xarici yaddaş qurğusudur. Skaner periferiya qurğularını idarə edən qurğudur. Xeyr, o kontroller idi. Proqram deyəndə driver, qurğu deyəndə kontroller götürürdük. KMOS bilir ki, vaxt, tarix, zaman, konfigurasiya bunları yadda saxlayır. Kompüterin konfigurasiyası və sazlanması haqqında verilənlərin uzun müddət saxlanılması üçün nəzərdə tutulur. Düzdür, enerjidən asılı olmayan yaddaş idi. Kim prosesorla yaddaş və giriş-çıxış qurğularının kontrollerləri arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edir. Bu da doğru cavab idi. Kontroller idarə qurğusu olub, giriş-çıxış qurğularının mərkəzi prosesor əlaqələndirir. Bəli, doğrudur. Bayaqlar dedik, idarə qurğusu olub desəm, kontrolleri götürməliyik. Plotter giriş qurğusudur. Xeyr, demişdik, plar çıxışdır. Printer, plotter, proyektor. Bu da çıxışdır. Cavab 4, 5, 6-na qeyd edəcək. 64. Kompüterimizə bulaşdıqdan sonra hər hansısa bir qovluğumuzu şifrələyərək mövcudluğu haqqında ekrana bildiriş göndərir və daha sonra şifrələnmiş məlumatların deşifrə olunması üçün Bitcoin və digər kriptovalyuta sistemləri vasitəsilə hesabın ödəniş tələb edir. Bu, bir neçə imtahan əvvəldə düşmüş sualdır, təkrar sualdır. Bu bildiyimiz kimi ransomware, yəni fidyə proqramıdır. Spyware casus proqramıdır. Kompüterimizdə olan lazımlı bank məlumatları, kod, parol bunları uğurlayır. Keylogger son imtahan suallarından biridir. Bu klaviaturadan daxil etdiyimiz mail, login, parol, hesab nömrələri bunları uğurlayır. Rootkit əməliyyat sisteminin sistem fayılına sızaraq kompüter üzərində tam səlahiyyətdə həyata keçirir. Skimming isə kart məlumatları uğurlamaq üçündür. Adətən ATM-lərə və s. çox istifadə olunmayan bu ATM-lərə quraşdırılır və sən kartını daxil edib oradan pul çəkəndə kartının bütün məlumatlarını ələ keçirməyi bacarır. Kompüter qrafikası, yəni bu sırf AD-yə məxsus olan bir mövzudur. Buradan belə bir sual salınıb. Raster qrafikası, vektor və üç ölçülü qrafika. Bir də fraktalımız var bunlardan əlavə. Bununla bağlı olanlar soruşur. Riyazi cəhətdən təsvir olunan həndəsə obyektlərin əmələ gətirdiyi spesifik tipli qrafik təsvirlərdir. Həndəsə fiqurlardan söhbət gedirsə, yadınızda qalsın. Vektordur. Vektorda hər şey xətlərdən ibarət olur. Rasterda piksel nöqtələrdən ibarət olur, vektorda xətlərdən ibarət olur. Bunu yadda saxlayırıq. Raster əsasən rəsmlərin ən yaxşı emal vasitəsi olmasından səciyyələndirir.
Mənfi cəhəti piksellərdən ibarət olduğuna görə yaxınlaşdıranda artıq keyfiyyət itir. O nöqtə-nöqtə bulanlıqlar başlayır. Və digər mənfi cəhəti şəklin həcmi o nöqtələrdən ibarət olduğuna görə, nöqtənin sayından asılı olduğuna görə rasterların həcmi daha çox olur. Həcm cəhətdən daha çox olur. Vektorda amma daha az olur. B variantı xüsusi bir hissəsi bütün hissə haqqında təsəvvür yaratdığından flora və faunanın bir çox əsərdəngiz gözəlliklərinin təsvir edilməsi üçün istifadə olunur. Fraktala aiddir. Eyni zamanda öz-özünə oxşarlıq əlaməti də fraktala aiddir. Amma üç ölçülüyə isə nəyə aid edə bilərik? Kino, televiziya sahələrində xüsusi effektlərin hazırlanması, obyektlərin modelləşdirilməsi üçün istifadə olunur. Deməli, raster 1-ə C uyğun idi, vektor 2-yə A uyğun idi, 3-ə də kino D uyğun idi. Sürüşdürməyə aid asan bir sual salmışdılar. D1 xanasındakı, daha doğrusu D2 xanasındakı düsturu, D2. D2-nin içində belə bir cavab yazıb, amma düstur hissəsini bu düsturda, yəni düstur sətrində formula barda qeyd edib. Yəni, bu nəticədir sadəcə 110 alınıb. Əsas düsturumuz budur. Düstur olaraq A2 vurulsun $C, $1-dir. Bizə də deyir ki, D2-dəki düsturu D3 xanasına köçürək. Yəni, D2-dən D3-ə köçürək. Biz sürüşdürmə zamanı bilirik ki, hərf dəyişməyibsə, biz də düsturdan hərf dəyişməyəcəyik. Yəni, sütunlar dəyişməyib, amma sətirlər bir vahid artıb. Onda mənim düsturumun da içində sütunları yox, sətirləri bir vahid artırmalıyam. Onda bir dənə, bunun qabağında dollar olmadığına görə bu dəyişəcək. Olacaq A3. Bunun hər ikisində qabağında dollar olduğuna görə toxuna bilmərik. A3 vurulsun $C, $1 formada. Seçilmiş slayda tətbiq edilə bilən keçid effektlərinin kateqoriyalarını müəyyən edin. Burada bir şey var. Bir slaydı soruşa bilər, bir obyekti soruşa bilər. Bir imtahan slaydı soruşur, bir imtahan obyekti soruşur. İkisini də əzbər bilməlisiniz. Slayda tətbiq olunan 3 dənədir, obyektə tətbiq olunan 4 dənə. Slaydın ki, zərifdir, həyəcan verici və dinamik məzmunludur. Bunlar slayda tətbiq olunandır. Obyektlərə tətbiq olunan isə giriş, çıxış, vurğu və hərəkət yolları buradadır. Bu dördü isə obyektlərə tətbiq olunan effektlər. Sənətdə seçilmiş mətn fraqmentinin fon rəngini dəyişmək üçün, yəni arxa fon, flamaster deyirik. Bax, o flamasterdan istifadə eləmək highlighter. A variantıdır. B şriftin ölçüsünü böyütmək üçündür. C formatlaşdırmanı ləğv eləmək üçündür. D şriftin öz rəngini dəyişir, Y isə format painterdir. Bir mətnin formatını başqasına köçürür. 69, bu da maraqlı sual edir. Plan number 2-ni soruşur bizdən ki, burada göstərilən, oxla göstərilən hissə, yəni bu hissə nə işə yarayır? Bu header footer qrupuna aiddir, yəni o qrupun page number, yəni səhifə nömrəsi hissə. Səhifələri nömrələyəndə belə bir şey seçə bilər. Və burada əslində şəkildən rahat tutmaq. Biri soruşsaydı, deyərdi ki, vərəqin aşağısının bir sol tərəfindədir. 2 sağ tərəfindədir, bir də 3 var. 3-də 2 daha doğrusu istəyirəm, ortadadır. 3 isə sağ tərəfdədir. İndi bizdən istədiyi 2-dir. Yəni deyir, bu əmri aktivləşdirsəm nə olar? Bu nə üçündür? Deyir, sənədin yuxarı sağ tərəfini. Bu da yuxarı deyil, axı, bura vərəqin aşağısıdır. Sənədin aşağı sağ tərəfini, bunu da çıxıram. Sənədin aşağı orta tərəfində, yəni ortasında səhifə nömrələrinin əlavə olunması. Bəli, insertdən aiddirsə bu, insertin işi nə idi? Əlavə eləmək. Cavabımız olacaq C variantı. Və son sual, sərlövhə nədir? Sərlövhə header footer'dır. Yəni, harada olur bu header footer? Vərəqin yuxarı və aşağı hissəsində, misal üçün, burada yuxarıdır. Yuxarı və ya aşağı hissəsində təkrarlanan hissədir.